Ne olur görəsən, yaxşı işləyərdim. Bugün bu məni yaman çox incidir. Salam ay baba. Deyirsən yolda qoyub sizi. Ha, bu yaxşı işləyirdi. Bugün bilmirəm buna nə olubdu. Başıma oyun açır. Siz xeyirli olsun, xeyir ola. Biz orada bir kənd var deyib gəlmişik sizin bu Muxaq kəndinə. Dedik, gərək görək Muxaq kəndi necə bir kənddir. Həm tanıyaq, həm də insanlarımıza tanıdaq. Çox gözəl kənddir. Oturun, mənim qonağım olun qızım. Bu qədər vaxtda 84'də alan motosikletdir. Hələ məni yolda qoymamışdı. Bugün buna nə olubdu bilmirəm. Baxım düzəldə. Yenə də qoymaz. Mən inanıram ki, yenə də qoymaz sizi yolda. İnşallah. Görək hələ işə düşəcək. Aa, işlədi. İşlədi. İkimiz də az qala uşaq kimi sevindik. Baba motosunun işə düşməsinə, mən isə tapdım hissinə. Həm söhbətimi, yolumu, hekayəmi tapmışdım onu tanımağımla. Qəni baba şəhid atasıdır. Muxaxın 21 şəhidindən biri onun oğludur. Murad Mahmudov. 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən ağır döyüşlərdə taliyi naməlum qalan igidlərimizdən. Bəzən dedi şəhid atasıyam, bəzən itkin atası. Hansının daha ağır olduğunu özü də bilmir. Bildiyi bir həqiqət var. Murad bu torpağın oğludur. Bu kənd